Salam, axşamınız xeyirli olsun əziz və dəyərli izləyicilərimiz. Yeni bir avtomobilimizlə qarşınızdayıq. Avtomobilimizdə mühərrik problemi var. Qabaqcadan deyim, biləsiniz, ilkin ödənişi cəmi 1000 manatdır. 1000 manat. Deməli belə, ay 20 salonu səliqəlidir. Baxın, bir dənə mühərrik sökülüb arxaya qoyulub. Ay 20 2009-cu il 1.4 dizel mühərrik, mexaniki sürətlər qutusu, avtomobildə kosmetik heç bir şey yoxdur. Təkərləri yerində, heç bir problemi yoxdur. Baxın, heç bir yaş asfalt rəngindədir. Hazır kreditdədir, yəni hazır leasingin avtomobilidir. Ha, belə əl krediti deyil, leasing, hazır leasingdir. Özü də mühərriki yığdıran adama 2 ay period verilir. Yəni 2 ay sonra ödənişə başlayacaqsınız. Yenə təkrar edirəm, 2009-cu il ay 20 1.4 dizel mühərrik, mexaniki sürətlər qutusu, mühərrik yığılmalıdır, bitdi. 1000 manat ilkin ödənişi, 400 manat ofis haqqı, 300 manat 30 ay 410 manatdan avtomobil təklif olunur. Maraqlananlar 24 saat bizimlə əlaqə saxlaya bilər. Daimi xidmətinizdə həmişə kimi kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayaq. Allah'a emanet olun. Görüşmək üzrə. Bundan sonra biri də gəlir, biri də gəlir.